Salam dostlar. Hal-hazırda indi gördüm. Mən bunu necə görməmişəm? Hey, o yumurta dünənlərdə mən tapmasaydım dünən yoxsa ondan əvvəlki gün bilən deyildimi? Burada bax ayaq izləri var. Dedim gəlin bəlkə ikinci yumurtasını yumurtalayıb bu günləri. Baxdım nə görürəm orada? 6-7 dənə yumurta, 5 6 olmaz. 5 dənə desə yumurta var bax görürsüz. Ay bu hinduşkalar bir xarabada yumurtlamazlar ki, xarabada yumurtlamazlar. Xarabasından başqa hər bir yerdə yumurtalayırlar. O yumurtalar Allah bilər bütün yaşda xarabdır, o da şey düşə. İfritə. Mən bunu necə hiss edə bilməmişəm. O dünənləri idi yoxsa nə istədə. Onda geri yumurtamasaydı mən hələ də bilmirdim ki, bu yumurtayır bu heyvan. Necə də hiss elətdirməyib. Halaldır bala səni, halaldır. Bir də burada gəzək tutdum. Baxdım yumurtası yox idi. Çünki almalıydı bu vaxta kimi dedim yumurtalayıb bu. Amma harda yumurtalayıb onu bilmirəm. Çünki yuvada yumurta yoxdur. Hinduşka yumurtası. Gördüm orada ayaq izləri var, əzdi bura. Dedim baxım. O tərəfə baxdım. Bu tərəfə baxanda gördüm. Nə var? 4-5 dənə yumurta. Dəqiq sayını bilmirəm. Üstü bağlanıb biraz. Bir yumurtanın yarısı görünürdü yəni. Ondan 5 olur. Əgər ondan çoxdursa bilmirəm dayı sayını neçədir dəqiq. Kolkosun içində. O tərəfdən baxdım, görmədim heç nə. Bura əzdib buradan gəlib, buradan nə deyək? Gəlib baxanda gördüm burada yer var. Elə oralar zada girib dedim girim baxım görüm harası cəhənnəmdə yumurta bu. Orada yox, burada yumurtaymış. Deyəsən orada birinci yuva eləyib, yuva yoxşur. Sonra bəyənməyib gəlib bura. Daha nələr görəcəyik də. Ay bunlar maşallah, maşallah. İnkubator bezmi bunların şeyindən, yumurtamaqlarından. Cəmaat belə hinduşka axtarır. İndi bezmişəm. İndi şey eləmirəm. O tikanlar cırdı məni. Naşükürlük eləmirəm. Yəni şükür buna da. Yəni buna da şükür deyəndə elə bir az bir şey yumurtayırlar, az kırtılar elə çıxdı. Yəni şükür olsun. Heç nə demirəm. Amma ki biraz tez-tez yumurtayıb kırtıtırlar. Da bir bəstlərə. Nə qədər olacaq? Toyuqlar da ki 2 gündən bir, yox 1 gündən bir dənə yumurta alıram. Halaldır. O da yəqin deyə bu çilli toyuq yumurtayır. Çünki bu da xoruza gedən. Diğerlərini heç birini görməmişəm. Bunu yuvada görürəm ancaq. Ancaq dediyimdə 1 gündən bir. De neynəsin toyuq tək başına. Yumurtaya doldurmalı deyil ki yuvaları. O bir toyuqların yerinə də. Öz payına yumurtayır, qutardı, getdi. İndi istəyirəm bu xoruzları qoyum lalofaya. Şəkilləri falan var. Baxın pis düşənlər hansıdırsa onları daha da böyle yaxından daha yaxşı çəkim. Qoyum lalofaya. Bu arada bu canavardır. Bunun qardaşı Qaramurad, görürsünüz bunu. Bu ikisi dalaşdılar. Dalaşlar deyəndə belə qardaş şəklində dalaşdılar. O da dava olmadı. Yenə canavar utdu. Bilmirəm indi dəqiq hansı olacaqsa gələcəkdə. Onu ilərləyən müddətdə tapa biləcəyik. Başqa nə deyirdim? Hə bir tək Türkan xoruzu var. Bu yekə yox. Onun balası. Türkan beçəsi deyək də. O Türkan beçəsi bu Qaramurad döydüyü qırmızı xoruzla demək olar ki bir gündən bir ya hər gün dalaşırlar. Amma yenə də qara Türkan qaçır çünki balaca da aralarında bir ay neçəsə gün, neçəsə həftə fərq var da. Ona görə qara Türkan qaçır amma yenə də dalaşır. Şey də deyil. Nədir onun adı? Dayanmır. Liderlər 4 dənə qalmışdı. Axırıncı dəfə. Biri də gəldi, oldu 5. Yəni hansı gəlib onu bilmirəm. Yəni ikisi burada, 3'ü də göstərdim orada. 5 dənə olub. Amma ikisi hələ də yoxdur. Biri biraz nasaz idi, xəstə idi. Ona inanmırdım gələcəyindən. Amma digərinə nəsə yiyibmi, yəni baxın artıq burada
Hündüşka yuvası falan heç nə yoxdur. Qabıqlar falan da ki bayra atılıb. Mən atmamışam. Bu arada pis xəbər. Bir yumurtası qalmış deyə bunu bura niyə atıb görməyib yəqin ki. Baxın. Təəssüf ki dənə nədir onun adı? İçində boğulub. Bu hallar çox yaşanır. Hər bir heyvan saxlayan təsərrüfatçı bunu bilir ki, tez-tez yaşanılan bir şeydir. Tez-tez yaşanmasa da, yəni yaşanılan şeydir. Ümid edirəm heç kimdə belə hal olmasın, olmaz. Amma ki yenə də neynəsən də olur. Burada almışlar da yumurta, bayaqlar aldı 2 dənə yumurta, 4 günün hasılatı 2 yumurta. Tək toyuğa. Bunların ışıqlarını dəyişdim bu arada. Sarı ışıq qoymuşam. Kırmızı ışığı apardım evə. Bu arada yeşiyi düzəltdim. Cücə yeşiyi. İndi abunəçilərin bəziləri görüb o yeşiyi. WhatsApp'da danışdıqlarımız. İndi sizə göstərməm çünki içində heyvanlar var. Onları göstərmək istəmədiyim üçün yeşiyi də göstərən deyiləm. Nə deyirdim? Lampanı oraya taxdım. Qəşəng istidir ora. Biraz ləhliyirlər amma ki biraz açacağım da yəni. Üstün bağlıdır falan. Ona biraz açacağım. Mən necə eləmişəm onu deyim. Altına nə sərmişəm falan. O vaxtda danışırım sizə. Bax bir dənə yeşil düzəltdim taxtadan. 4 bir tərəfi bağlı və altı bağlı. Üstü açıq idi. Üstünə baxın. Palatkanı görürsünüz bu ağ. Bu üstünə bundan vurub bağladım. Tamam. Belə. Bu yeşiyi belə qutardı. Necə vurdum yəni? Qabaq hissəsi açıq olacaq kimi. Mən 2 yerə böldüm böyükləri, balacaları. Yəni anasını da qoydum evə bu arada. 3 şey var idi o. Neydi o? İndi yumurtayan hinduşkanın əvvəlki balalarını ayırtdım başqa yerə. İndi çıxanlarla anası ilə birlikdə ayırtdım başqa yerə. Ortadan bir dənə mismar vurdum. Sonra aça biləcəyi qədər digər tərəfdən necə göstərmişsə. Bax bu ortadan bölmüşəmsə məsələn, bura bir dənə mismar vurdum. Bir də bura bir mismar vurdum. Sonra oranı təmiz, sonra bir də ki bura tezdən mismar vurdum. Yəni də iki tərəfdən belə açılır, buradan da belə açılır. Hər neysə, sonra altına nə atmışam? Həmin o palatka ağdan. Sonra adı yadımdan çıxdı. O belə keçirmə taxtaların altından da atırlar belə köpük deyil. Bir tərəfi gümüş rəngindədir, güzgü kimidir. Bir tərəfi ağ rəngdə. Adı yadımdan çıxdı amma neysə. Ondan üstəndəki palaz atmışam. Yəni 3 qat eləmişəm. Qəşəng ayaqların altı quru, istidir. Yerləri də. Sonra nədir onun adı? Üstünə də ki o dediyim palatkanı elələyib mismarlamışam. Üstünə də bir dənə xalça palaz. İpsidir. Qıraqlarına da bu arada o taxtanın qıraqlarına, yeşiyin qıraqlarına. Yaxşı. 4 bir tərəfinə də ki o dediyim o maçalka kimisi, maçalka nə idi? Köpük kimisi var, amma köpük deyil. O ağ köpük deyil. Olsaydı göstərərdim. Burada yoxdur. Nəsə də ondan. Ondan da 4 tərəfini bağlamışam. Yəni istiliyi bayrağı buraxmasın. Bayırdan gələn istiliyi də soyuğu da içəriyə verməsin. Bu qədər dostlar. Hündüşka yenə məni şoka saldı. Bu hündüşkalar məni neçə dəfə şoka salıblar. Yəni normal bir şeydir mənim üçün. Neysə, bu qədər olsun videomuzda. Sağ olun, özünüzə yaxşı baxın. Gələn videolarda görüşmək ümidi ilə. Görüşərik. Hələlik.